Natiq həkimin verdiyi 270 milli dərmanı gündə 3 dəfə, hər dəfə də eyni miqdarda olmaqla 18 gündə qurtarır. O hər dəfə neçə milli dərman qəbul etmişdir? Deməyim, 270 milli dərman var və bunu 18 gündə bitirirsə, bir gündə nə qədər içdiyini tapmaq lazımdır. Buna görə 270 millini bölürük 18 günə və alırıq 15 milli. Deməli, bir gündə 15 milli içib və o gündə 3 dəfə içib, hər dəfə eyni miqdarda. Əgər bir gündə 15 milli içibsə, bəs 3 dəfəyə nə qədər içər? 3 dəfəni tapmaq üçün 15-i bölürük 3-ə. 15-i 3-ə böləndə alırıq 5 milli. Yəni, hər dəfə 5 milli içməklə toplam 15 milli dərman içmiş olur. Doğru cavab D variantı.